Prezident İlham Əliyev fevralın 9-da ABŞ-ın əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsy Berners Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlandı. Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsy Berners Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin Amerika Birləşmiş Ştatları və İsrail ilə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi. Betsy Berners Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə təbriklərini çatdırdı. O, bu məsələdə Azərbaycan prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ prezidenti Donald Trumpın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağı öyrəşdiklərini deyən Prezident İlham Əliyev, bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi. Donald Trumpın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı, son 6 ayda ABŞ prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi. Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edildi. Digər xalqların nümayəndələrinə olduğu kimi, Yəhudilərə də göstərilən dövlət qayğısına toxunuldu. Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirildi. Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi. Onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulandı.